Son günlərdə İranda bir sıra partlayışlar baş verib, xüsusilə Tehran və İsfahan şəhərləri hədəfə alınıb. İsrail hərbi hava qüvvələri İranın qərbində və Tehran bölgəsində hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq paytaxt səmasında tam üstünlük qazanıb. Ötən gecə ərzində İsrailə məxsus 70-dən çox döyüş təyyarəsi Tehrana zərbələr endirib, hücumlar zamanı müasir HHM sistemləri, buraxılış qurğuları və nəzarət mərkəzləri daxil olmaqla 40-dan artıq strateji hədəf məhv edilib. İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail hərbi hava qüvvələrinin təyyarələri tezliklə Tehran səmasında peyda olacaq və İrandakı rejimin hər bir obyektinə və hədəfinə zərbə indirəcək. İranın qərbində yerləşən Lurestan vilayətinin Oştorina şəhərindəki maşın qayarma zavodunda güclü partlayış baş verib. Bildirilir ki, zavod İsrail tərəfindən hücuma məruz qalıb. Ölən və xəsarət alanlar barədə məlumat hələ daxil olmayıb. İsrail ordusu İranın bir neçə bölgəsinə növbəti hava zərbələri endirib. Zərbələr əsasən İranın Lurestan vilayətində yerləşən İmam Əli adına raket bazasına endirilib. Eyni zamanda Kirmanşah vilayəti də hücumlara məruz qalıb. İranın qərbində yerləşən Əsadabad şəhərində İsrailin hava zərbələri nəticəsində 2 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı bildirilir. Bundan əlavə Təbriz şəhərinə də zərbələr endirilib. İsrail hücumu zamanı zərbələrin Təbriz neft emalı zavodunun ətrafındakı əraziyə tuş gəldiyi qeyd olunur. İsrail baş nazirinin müşaviri Dmitri Gendelman bildirib ki, İsrail İranın ərazisində nüvə proqramına qarşı əməliyyatın miqyasını genişləndirir. Bu hadisələr regionda gərginliyi artırır və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir.